Paşinyan attığı addımla etdiyi jestlə yenidən ermənilərin sevgi və rəğbətini qazanmağa başladı desək daha doğru olar. 21 oktyabr tarixli Gündəm xəbərinin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Ermənistanda hərbi xidmətin müddəti azaldılacaq. Belə ki, Ermənistanın baş naziri sosial şəbəkə hesabında bu barədə video paylaşım edib. Paşinyan özünün Telegram kanalına yerləşdirdiyi videoda bildirir ki, 2026-cı ilin yanvarın 1-dən ölkədə hərbi xidmətin müddəti azaldılacaq. Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu. Bugün isə mən Müdafiə naziri, ötən iclasda isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldim ki, qanun daha tez, yəni 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minsin. Yəni 2 il əvəzinə il yarım olacaq deyə Nikol Paşinyan əlavə edib. Onun bu paylaşımı böyük rezonansa səbəb olub və çoxsaylı şərhlərdə isə alqışlanıb. Qeyd eləyək ki, hazırda hərbi xidmətdə olan əsgərlərin də hərbi xidmət müddətinə şamil olunması və bu qərarla hərbi xidmətdən azad olunması barədə rəy yazanlar da kifayət qədər çoxdur. Qeyd eləyək ki, gələn ildən etibarən erməni gənclər 2 il deyil, 1 il 6 ay hərbi xidmət keçmiş olacaqlar. Rəsmi İrəvan bu qərarı bölgədə təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqələndirib.